Aleykümselam və rəhmətullahi və bərəkatuh. Qardaş soruşur ki, Kabe evində olan qardaşı öpmək və əl vurmaq olarmı? Əlbəttə ki, qardaşı öpmək və əl vurmaq bir ibadətdir. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm öpüb və həmçinin əlin vurub. Həmçinin sünnədə vardır olan hədislərə əsasən Buxarıda keçən rivayətdir. Məsələn, sahabə deyir ki, Umar ibn Xattab radiyallahu anh gördüm ki, gəldi qardaşı öpdü, dedi ki, qardaş, mən bilirəm ki, sən bir daşsan, lakin Muhammed sallallahu aleyhi ve sellem səni öpdüyünü görməsəydim, mən də səni öpməzdim. Və Peyğəmbər sallallahu aleyhi ve sellem öpüb qardaşı. Həmçinin Rasulullah sallallahu aleyhi ve sellem İmam Əhməd iki hədisdə buyurur ki, kim qardaşı toxunarsa, həmçinin Ruknul Yəmənə, yəni Yəmən küncünə toxunarsa, onun xətalarını tökər, təmizləyər, günahlarını tökər. Həmçinin qardaşı öpən insana qiyamət günü qardaş şahidlik eləyəcək və s. Ona görə qardaş öpmək ibadətdir və sünnədə bu haqda çoxlu dəlillər var və icazəlidir öpmək, həmçinin əl vurmaq. Burada məqsəd, Allaha ibadətdir. Biz qardaş ibadət eləmirik, Allaha ibadətdən sayılır qardaş öpmək. Aydındır, ona görə bəziləri buna şübhə kimi gətirir ki, və siz qardaşı öpürsünüz. Qardaşı öpmək biz Allaha ibadətdən sayırıq. Qardaşı öpməkdir, Yəmən küncünə toxunmaqdır, həmçinin Kəbəni təvaf etməkdir. Bunlar hamısı Allaha ibadətdən sayılır. Allah Taala'nın zikri olunmasından sayılır. Ona görə də bu Allaha ibadətdən sayıldığına görə də bu ibadət adlanır. Aydındır, bəs bu belədir. Allah bir daha doğrusun.